Dəyərli izləyicilər, Masazır qəsəbəsində 5 sotda şəxsi tikili belə bir həyət evimiz var. Bir qədər əvvəl, daha doğrusu bir ay bundan qabaq bunun qiymətini çəkmişdik. Bu qiyməti endirilib. Hal-hazırda qiyməti ilə əvvəlki qiymətin arasında 35 min fərq var. Kupsalı evdir, şəxsi tikilidir, böyük həcmli evdir. Yay üçün belə burada oturma bisetkası var, yay üçün mətbəxi var, manqalı var. Həyətdəki göz qabağında. Masazırda prospekt yola çox yaxın bir ərazidə yerləşir. Belə bir evdir. Və burada olan şəraitə göstərim. Burada bizdə mətbəxdir yay üçün. Burada oturub durmağa yeri var. Kommunalların hamısı var, kupçalıdır və aşağısında da qarajı var. Tikilişinə söz yoxdur. Yəni ustası ilə gəlib yoxlatdıra bilərsiniz. Kolonlarla tikilib, mərtəbə arası beton, damın altına kimi beton, evin yanına dörd bir tərəfinə keçmək olur. Həyəti də göz qabağında. Yaşıllığı var. Putla darvazası var. Və qalxaq evin içindən o şərti göstərim. Tikilişi içərisində olan böyük həcmli qonaq otağından başlamışam. Möhtəşəmlik göz qabağındadır. Həcmli, işıqlı. Qiyməti 315 min manat. Əvvəlki qiymətinə indikinin arasında 35 min manat fərq var. Qonaq otağının giriş qapısı təmiz cüt qapıdır və fıstıq ağacıdır. Pilləkən də fıstıq ağacıdır. Burada bizdə mətbəx. Hər bir şey var gördüyünüz kimi. Həm iki pəncərə ilə mətbəx. Giriş hissəsi, girişdə qardirobu, çılçırağı. Burada zirzəmiyə düşməyə, qaraja düşməyə yeri var. Ev mükəmməl geniş bir formada olan bir həyət evidir. Tikilişinə söz yoxdur. Yəni bu evi sadəcə gəlib canlı görəndən sonra tikiliş haqqında olan məlumatlar yerində veriləcək. Burada da hamam otağıdır. Tam təmir. Kupçalıdır. 5 sotdadır, 6 otaqdır. Demək, birinci mərtəbədə yataq otağı var, mətbəx, böyük həcmli qonaq otağı var. Burada da qaraja olan hissəsi var, onu da sonda göstərəcəm və qalxaq yuxarı mərtəbəyə. Sonuncu mərtəbədəyik, sonuncu mərtəbədə. Döşəməsi taxtadır. Keramikadan olan belə bir lüstrü var. Dəhlizin ümumi görünüşü. 4 ədəd yataq otağı var. 4 ədəd. Bir göstərim, qiymət 315 min manat. Yenə də endirim olunacaq. Yəni fantastik endirim olmayacaq. Cüzi də olsa endirim olacaq. Yuxarı mərtəbədə öz hamam otağı var. Evin qapıları, keyfiyyətli qapıları, ən əsas odur enli qapılardır. Və belə bir qonaq, daha doğrusu yataq otağıdır. Bu otaqlar geniş işıqlıdır. Burada da yataq otağı var. Bu lap böyük. Master bedroom gedir bu. Gördüyünüz kimi aşağıda olan qonaq otağı formasında böyük həcmdədir. Və sonuncu yataq otağını göstərim və zirzəmsini göstərəcəm. Bu da sonuncu yataq otağı. Qiymət 315 min manat. Masazda əsas yola yaxın.